when I die, which I must do, could it shine down here with you? Just my love is mine. Nothing in the world belongs to me but my love, mine, all mine, all mine. Send of my heart to you, so when I die, which I must do, could it shine down here with you? Just my love is mine, all mine. Nothing in the world belongs to me but my love, mine, all mine, all mine. My baby here on earth showed me what my heart was worth. So when it comes to be my turn, could you shine it down here for her? 'Cause my love is mine, all mine. Nothing in the world belongs to me but my love, mine, all mine. Nothing in the world is mine for free but my love, mine, all mine, all mine. Hemen indi plan yazacağım. De yazıp bura diyari. Diyari gündəliydi də. Bunu mən neçə il işlədirəm və bu il cırıldı da yəni orada işlətdim ki. Varsa göstərim nəsə vaxt işlətdiyimi. 02.03.2023 o vaxtdan bəri ki. Belə burada da bacaracağım sözü 650 plus. İnşallah geçişdən oxumuram. Çox oxuya bilmirəm. 9 sınıfda başlamışam. İlk şey eləyəcəm. Kafamdan içim. Belə sərdə. Bir buna baxın. Bu 2022-dəki Nurayın. Bu da 2023-dəki Nurayın. Belə. Axırı dəfə bunu yazmışam. Yox, yazmamışam. Baxın. Axırıncı bunu yazmışam. Şimdi birini de yazacağım. Bu qanı heç bəyənmədim. Yəni mən keçən bunun heyranıydım deyəsən. Bu qələmin heyranı olmuşdum, amma bu il nəsə zövqlər dəyişə bilir. Yazıram. Belə. Demək, sabah mənim 2 dənə hazırlığım var. Ana dili və ingilis dili. Ana dilinin toplusunu yazmışam. Sifət vermişdi müəllim. Başqa nəsə verib, bir də sınaq verib. Bu sınağı 3 kitabla işləyirəm. 250 sınaq. Belə. Bunun adı nədir? Güvəndir də burası. Yox, hətta güvənləşdirin 250 sınağı. Yəni, çox az xalmış suallar. 11-ci sinif üçün. Mənim fikrimcə. Bunun için 250 sınav yox imiş, 75 sınav var imiş. 10 sınavdayıq, 75-i mən işləyib quracağıq. Aha. İndi yazaq. Demək, ayın tarixi. Dayan baxalım, ayın tarixinə. 30'udur, bilmirəm, 31 var. Valla bilmirəm, 31 olub olmadığını. Bir dənə baxım gəlim. 31 yox imiş. Yəni. Sabah ayın 1-idir. Yeni bir ayın başlanğıcı ki, sentyabrdan çıxırıq da yəni. 01
Belə yazdım, yəni sallah xəttimə baxın. Belədir. Göstərim, əgər maraqlı gələrsə də, yəni. Məsələn, bu nə vaxt? 28-ində bu. Coğrafiya kitab təşkil sınav yaz, riyaziyyat, trigonometriya yaz. Bu ikisini, bunu elədim. Bunu eləmədim, amma bunu eləyəcəm. Ulduz qoymuşam da, yəni. Reading, listening, sinonimlər, astarıq, təşkil, sözlər. 7 sözləri köçür, öyrən. Belə. Dostlar, tez-tez başlayıb yazmaq istəyirəm ki, yəni vaxt gedir. Və sabah məktəb var, saat 8-ə qalmış durmalıyam da mən. Demək, ana dili 75 sınaq yazacağım. Hal-hazırda yazacağım da, yəni. Sınav 9 işləyəcəm buradan. Varınız, baxın, bu tapışıqlarda yazmışdım. Sınav 9. Dostlar, demək saat artıq 23:50-dir. 23:10-da başlamışam. 40 dəqiqə, yəni tam qurtardım. 2 mətn, 1 sınav. Məncə okeydir də. Belə yazdım hamısını. Kitab bağlayıram. Şükür də bunu yazdım, qurtardım, yəni. Çox böyük bir şey deyil, amma yenə də. Bildim ki, ana dilim hazırdır. Çıxardım bunun arxasında. Aha, indi buradan da qaydanı oxuyacağım indi, az deyim. Qaydanı oxuyacağım və bağlayacağım. Sifət. Demək, adi dərəcə, çoxaltma, azaltma dərəcə. Demək, adi dərəcə adi olur. Azaltma dərəcə. Demək, dostlar, qaydanı da oxudum. Belə yazdım. Çünki yadımda qalsın. Bunu sabah girmə şöyle, yəni oxuyacağım, bu göz önündə olsun. Bunu qoyum bura. Oxumuşam onu yenə də. Demək, 7 dənə şeyin içində 2 dənəsi gedib. 1 saat. Bu rəngi dəyişdi? Yox. Demək, indi ingilisini atıram. İngilisində də sifəti bitirdi, keçsi pronoma, yəni əvəzliyə. Yəni budur dərsimiz. Bu əvəzlik. Şəxs əvəzliyi. Yerli əvəzliyi, bir də qayıdış əvəzliyi. Bir də onlar yox, bir də nə dedik? İşarə əvəzliyi. Bir də bunlar. Belli var. İngilisli Nəcəfdən oxudum qaydanı. Yəni asan qaydaydı, çünki mən bilirdim də bunu oxumuşdum. Keçən ildə oxumuşdum, yəni 11-ci sınıfdayıq. Yəni keçən bir zəhmət oxu, yəni Nuray. İndi qoyuram bunu yenə büdcətdə oxumuş tərəfə. Gəlir toplu. Bir əsas toplumun gözəlliyinə baxın. Təzə almadım, dedim son ildə, yəni. Qardaşım da məndən bir sonraki ildə ki, alım saxlayım onun üçün. Yəni belə, indi açıram. Ümumiyyətlə, məncə bunu da buradan cırımı mən çıxardım. Mən az oxuyuram dərs, amma inşallah. Bu arada 2-ci qrupa. Demək, saat 1-dir. Belə 130 dənə idi, yazdım, bitirdim. Baxmayın, çünki buradan bir sınıfda yazıram, sonra baxmayacağım, düz yazmışam. Səhv yazım, nəyə səhv qalır, düz yazıram, tam düz qalır. Həm də yoxladım oradan. Görün necə düzüm falan çıxdı. Bu da gəlsin bura. Bunu da imzalı tam məktəb var, mən aslında tez durmalıyam. Amma dərsim var da, yəni. Esse yazmaq verib. Bu esse bilməm nə haqqda essedir.
Sözler götürəcəm. Esse yazacağım. Reading listeninge baxaram sabah. Bu essenin falan yazdım görəm. Bilmirəm. Nasıl dediği bilmədim. Esse demək, indi yazdım Hindistan haqqında. Bunu deyəsin niyə bəs ingiliscə yazmırsan, esse yazırsansa. Çünki mənim də ki bunu yazın gəlin, orada tərcümə eləyərək. Bunu demək, sözləri yazdım belə. Bunu sabah məktəbdə oxuyacağam. Bu və bu bundan məktəbdə oxuyacaqlardı. Sonra dedim cümləyə koyacağım. Belə koyuram. Başqa nə koyacağım? Bunu götürəcəm. Yazacağım tarixi. Bu qaydalar falan qalsın. Buradan da götürməyə məncə heç nə yoxdur. Burada tarih yazacaqdır. Yazacaq götürəm. Всё. Sonra artıq bunları da yerləşdirirəm. Sukan bağlayayım. Belə.